Hələ-Sovetlər dönəmindən Ağstafa rayonunun Ceyrançöl qışlağı ərazisində onlarla yataqlarda dövlətə məxsus qoyun sürüləri saxlanılıb. Qoyunçuluq safxozunda çalışan işçilər üçün hər cür şərait yaradılıb, hətta onlar evlərlə də təmin ediliblər. Hazırda Ceyrançöl qışlağında Azər Aqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Ağstafa təsərrüfatında dövlətə məxsus xırda buynuzlu heyvanlar saxlanılır. Heyvanların bir qismi isə Ceyrançöl ərazisindən işğaldan azad edilmiş Ağdərə rayonuna köçürülüb. Təsərrüfatda çalışan şəhid ailələrinin üzvlərinə, qazilərə, veteranlara xüsusi diqqət və qayğı göstərilir. Müharibədə şəhid olan Vasifin atasıyam, Nəzərli Vasifin atasıyam. 2 ildir məni sağ olsun, heyvanıma bunlar baxırlar. Dərdinə, dərmanına, köməkdarlıq edirlər. Zətdən xeyli xərcim çıxmalıdır, ancaq burada çıxmır. Heç bir şey, dərmanına kimi özləri edir, sağ olsunlar. Xərciniz də çıxmır? Yox, çox minnətdaram. Valla bunların mənə qoyduğu hörməti üçün, nə bilim, qardaş-qardaşa qoymur. Qazıyam, sağ olsun dövlətimizə köməkdarlıq eləyib, öz balalarımı saxlamağa görə heyvan saxlayıram. Burada bizim şəhid ailəmiz var, bir nəfər Nadilə xanım. Hər məşə gəlir, bizi burada tənqid eləyir, artıq əksi sözdür. Oğlu tutur, məni Nadilə xanım neçə dəfələrlə döyüb burada. 2-ci qrup Qarabağ əlliyəm. Elxan müəllim burada müdiriyyət olandan bəri bütün Qarabağ əllilərinə, şəhid ailələrinə hamısına köməklik göstərib. Bax, burada yığışanlar şəhid ailələr də var, Qarabağ əlliləri də var. Hamımız bir-birimizə, bizi heyvandarlıqla məşğul olanlara yataq verib. Heç bir təmənnasız gəlib deməyib ki, burada kimisə sizə yəni 1 manat verin, ya bir quzu verin, ya bir çəpiş verin. Heç bir təmənnası olmadan bütün Qarabağ əlləri hamısı bir-birinə şəhid ailələri kömək verib. Biz Nazilə xanımın heyvanını saxlayırdıq. Nazilə xanımın heyvanı xəstələnəndə və yaxud yeriməyəndə mən özüm şəxsən ona zəng elirdim ki, hay Nazilə xanım, heyvanın yerimir. Qoca heyvandır, arıqdır, gəl bunu qapını apar saxla. O bana qayıdıb deyirdi ki, mən deyirdi, sizə heyvan verməmişəm, mən Elxan müəllimə vermişəm, Elxan müəllimən də deyirdi, dirod edəcəm. Mən də deyirdim ki, Elxan müəllim müdiriyyətdir, verib heyvanı bizə, sənin heyvanını da saxlayan bizik. Sən Elxan müəllimə yox, sən bizə ödədirsən. Mənim yoldaşım Dünya Maliyev sahib qoyunçuluqda bir qədər işləyirdi. Həmin zaman bizim yatağa Orucova Nazilə Müzəffər qızı gəlib, şəhid ailəsi kimi özünü təqdim etdi. Heyvanlarını bizə təqdim elədilər ki, saxlayın deyinə. Biz də saxladıq. Buna baxmayaraq, biz şəhidlər bizim baş tacımızdır. Ancaq biz Nazilə Orucovaya bu hörməti elədiyimizə baxmayaraq, Nazilə bizə bütün ərzaqlarımızı, qış üçün yığdığımız ərzaqları, qab-qacaqlarımızın hamısını həyətə bayra tökərək bizi təhqir etdi. Biz özümüzü biləndən bu təsərrüfatla məşğul olmuşuq. Ta da bugünkü gündə yenə də şahid ailələrine köməkdarlığımız deyir, gəlib qatıblar, saxlayırıq. 2 şahid ailəsinin heyvanı var, bir qazi var yanımızda burada, ona köməkdarlığımız deyir. Mən bu işlə məşğulam. Mən burada briqadir kimi, bəli, yəni təsərrüfatdayam. Deməli, Orucova Nazilə, şəxsən mənim özüm xəbərim olmadan, mənim şəklimi çəkib, mənim himayəmdə az yaşlı oğlum var. Yəni xanımın dəfələrlə sosial şəbəkələrdə çıxışları ilə bərabər çıxıb orada yəni təhqir, şərəf və ləyaqətimi alçaldaraq xanımın təmənnasız şəkildə təsərrüfat tərəfindən, yəni ona 20 hektar yer verilməsinə baxmayaraq 20 hektar yeri dövlətdən alıb arende icarəsinə verib, yəni müqaviləsiz verib 10.000 manat civarında. Yenə də xanım onu etiraf eləmir və təkrarən xanımla müqavilə bağlanıb, yataqla təmin olunub xanım. Yataqla təmin olunub, lakin yenə xanım yatağı şəxsən oğlu ilə birləşib yatağa zərər və ziyan törədib ki, başqa yataqla təmin eləsinlər və xanım bununla yetirməyib Orucova Nazilə. Xanım 1 illik müqavilə yox, xanım 99 illik müqavilə istəyir, dövlət yatağını özəlləşdirmək istəyir. Azər Aqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Ağstafa təsərrüfatının rəhbəri Kamran Abbasov bildirib ki, qazilərin şikayət etdikləri Nazilə Abbasova ilə bağlı artıq aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və Nazirliyə məlumat verilib və tədbirlər görülür.
Bizim Akstafa rayonunun Ceyrançöl qışlağında xırdabuynuzlu heyvanların saxlanması üçün bizə hər cür şərait yaradılıbdır. Bizə 2000 başdan çox heyvanımız var. Biz cənab prezidentimizə öz təşəkkürümüzü bildiririk ki, bizə Akstafa rayonu Ceyrançöl ərazisindən başqa əlavə olaraq yeni işğaldan azad olunmuş ərazilərdən Ağdərə rayonundan da təsərrüfatımız üçün yer ayırtılmışdır. Təsərrüfatımızda Qarabağ əhaliləri, qazilər, veteranlar, şəhid ailələri üçün hər cür şərait yaratmışıq. Həmin xanım barəsində biz aidiyyatı qurumlara bildirmişik. Tədbir görülübdür. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Səs TV, Ağstafa.